قال الله تعالى في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وتعاونوا على البر والتقوى ولا تعاونوا على الإثم والعدوان واتقوا الله إن الله شديد العقاب صدق الله العظيم. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Uca Allah Maidə surəsi 2-ci ayədə belə buyurur: Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə bir-birinizə kömək eləyin. Günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən Allahın əzabı şiddətlidir. Allah Teala nə buyurur burada? Yəni siz müsəlmanlar yaxşılıq etmək üçün və pis işlərdən çəkinməkdən ötürü bir yerə toplaşın və bir-birinizə bu işlərdə köməklik göstərin. Və Allah Teala davamında buyurur ki, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Və Allah Teala davamında buyurur ki, Allahdan qorxun. Yəni siz mən deyən şeyləri eləyin. Mən deyən şeylərin əksini eləməyin. Yəni şeytanın dediyini eləməyin. Və Allah buyurur ki, Allahdan qorxun. Ona görə qorxun ki, Allah Teala davamında buyurur ki, İnnəllâhe şədidul iqab. Həqiqətən Allahın əzabı çox şiddətlidir. Yəni siz Allahın dediyinin əksini etsəz, yəni şeytanın dediyini etsəz, Allahın əzabı şiddətlidir. Bu əzab Allah qorusun sizi yaxalaya bilər. Təəssüflər olsun ki, biz yaxşılıq etməkdə və pis işlərdən çəkinməkdə bir-birimizə kömək göstərmirik. Yəni 5-10 dənə müsəlman toplaşıb filan kəsin, filan kasıbın, filan yetimin, filan yoxsulun bir ehtiyacı var. Gəlin ona yardım eləyək. Bu şeylərdə təəssüflər olsun ki, toplaşa bilmirik. Amma elə ki, kiməsə bir pislik etmək lazımdır, kiməsə bir plan qurmaq lazımdırsa, o şeylərdə biz çox rahat şəkildə bir araya gəlib bu şeytanın pis işlərini görə bilirik. Çünki bu vaxtda bizlərə şeytan vəsvəsə verir və bu pis şeylərdə rahat şəkildə toplaşa bilirik. Allah Rəsulu insanlara yardım etmək haqqında belə buyurur: Müsəlman qardaşına yardım etmək, ona fayda vermək məqsədi ilə addım atan kimsəyə Allah yolunda cihad etmişlərin savabı verilir. Yəni kim bir müsəlman qardaşına yardım etmək məqsədi ilə, ona fayda vermək məqsədi ilə bir işə addım atarsa, Allah-u Teala o insana cihad edən insanların savabını yazar. İnsanlara yardım etmək, insanların ehtiyaclarını təmin etmək Allah qatında bu qədər dəyərlidir. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm belə buyurur: Allahın elə qulları vardır ki, onları insanların ehtiyaclarını ödəmək üçün yaratmış və onlara cəhənnəm əzabını daddırmayacağına dair özünə söz vermişdi. Qiyamət günü olanda onlar üçün nurdan kürsülər qoyular və hər kəs hesab verməklə məşğul olarkən onlar rahat şəkildə bu kürsülərin üzərində oturarlar. Yəni bu dünyada insanlara yardım edən insanlar axirətdə nurdan kürsülər üzərində oturacaqlar. Digər insanlar ki, insanlara yardım etmirdi, onlar haqq hesab verəcəklər. Və yenidən Allah Rəsulu buyurur: Kim müsəlman qardaşının bir ehtiyacını ödəmək üçün cəhd edərsə, o işi görsə də, görməsə də, Allah onun keçmişdə və gələcəkdə günahlarını əfv eləyər, onu cəhənnəmdən və münafiq olmaqdan qoruyar. Yəni nə deməkdir bu? Bir insan kiməsə bir yardım etmək üçün cəhd etdisə, imkan eləyib ona yardım edə bilmədisə, bu niyyətini həyata keçirə bilmədisə, Allah o niyyətindən dolayı onun günahlarını bağışlayacaq, onu cəhənnəmdən qoruyacaq və ən əsası da onu münafiq olmaqdan qoruyacaq. Və yenidən Allah Rəsulu buyurur: Müsəlman qardaşının bir işini görən kimsənin qiyamət günü mən tərəzisinin yanında duraram. Əgər onun savabı ağır gələrsə, heç nə olmaz. Əlbəttə ki, savabı ağır gələcəksə cənnətə gedəcək. Amma elə olar ki, savabı ağır gəlməzsə, xeyir əməlləri yüngül gələrsə, mən onun yanında durub ona şəfaətçi olaram. Allaha həmin insandan ötürü dua edərəm ki, onu əfv eləsin. Yəni Allah Rəsulu nə deyir? Bir insan, bir müsəlman qardaşına yardım etmək istəyən, yəni əlbəttə ki, yəni bir müsəlman kiməsə yardım edibsə dünyadaykən, mizan tərəziyən onun əməlləri çəkiləndə Allah Rəsulu gəlib həmin insanın yanında duracaq.
onun bağışlanması üçün Allaha dua edəcək, şəfaətçi olacaq. Ənəs ibn Malikin radiyallahu anhunun rəvayət etdiyinə görə Allah Rəsulu sallallahu aleyhi və səlləm belə buyurmuşdu. Müsəlman qardaşının ehtiyacını görmək üçün yola çıxan kimsəyə Allah hər addım başına savab verər və onun günahlarını bağışlayar. İbn Ömər radiyallahu anh buyurur ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm belə buyurmuşdu. Həqiqətən Allahın bəzi insanlara elə nemətləri vardır ki, başqalarına yardım etdikləri və bu işdən bezmədikləri müddətcə Allah o nemətlərini həmin insanlara verəcək. Amma elə olar ki, o insana Allah nemət verər ki, insanlara yardım elə, o insan bu işə laqeyd yanaşarsa, Allahın ona verdiyi o nemətlərdən insanlara verməzsə, Allah onu o adamın əlindən alacaq, başqasına verəcək. O adam, yəni o başqa adam da insanlara yardım edəcək, Allahın verdiyi o nemətlərlə, pul, para ilə başqalarına yardım edəcək və savabı özü qazanacaq. Yəni biz bugün kiməsə yardım ediriksə, Allah onu bizə artıq verib ki, biz kiməsə verək ki, biz savab qazanaq. Və məni ilə, yəni bizi ilə onun arasında sədəqə verənlə sədəqə götürülənin, yəni varlı ilə ehtiyaclı arasında bir mehribançılıq olsun, bir ülfət olsun. Həm bu olur, həm də o sədəqə verən insan, yardım edən insan savab qazanır. Elə ki biz bu işə laqeyd yanaşarıqsa, Allah o malın mülkü bizim əlimizdən alacaq, verəcək başqa adama, başqa adam verəcək ehtiyac sahibinə, savabı o qazanacaq. Yəni burada itirən yalnız və yalnız həmin insan olur. Həzrət Əli radiyallahu anhu Allaha and içərək belə buyurur. Başqasının qəlbinə sevinc gətirən kimsənin hesabına Allah o sevincdən bir lütf yaradır. Və adamın qəlbinə sıxıntı girərsə, yəni o kimisə sevindirən insanın qəlbinə bir sıxıntı gələrsə, nəsə bir problemi olarsa, qəlbində bir sıxıntılar olarsa, həmin o bu lütf su kimi sızaraq onun qəlbinə girər və bütün sıxıntını o insandan uzaqlaşdırar. Nə deməkdir bu? Yəni bir insan başqasının qəlbinə bir sevinç gətirər, bir insan başqasını sevindirərsə, Allah da o qulunu sevindirdiyindən dolayı həmin o başqasını sevindirən insanın qəlbinə bir sıxıntı gələndə, bir problem gələndə, bir üzüntü gələndə Allah-u Teala onun qəlbindəki o sıxıntıları yox eləyib aparar. Bir hədis qüdsdə Allah Rəsulu buyurur ki, uca Allah belə buyurmuşdu. Yəni, mövzu nədən ibarətdir? Dünyada ikən bəzi insanlar ki, dünyalıq şeylərdən məhrum olur, yəni Allah ona vermir, onu çətinliyə salır, dünyalıq maldan, dünyadan onu uzaqlaşdırır, yəni maddi nemətlər sayəsində, həmin bu insanla Allah-u Teala'nın bir söhbəti olur qiyamət günü. Hədis qüdsdə buyurulur, Allah belə buyurur, İzzət və cəlalıma and olsun ki, səni dünyadan uzaq tutmağım qatımda sənə xor baxıldığın üçün deyil. Əksinə, sənə hazırladığım kəramət və fəzilətdən dolayı idi. Ey qulum, indi bu cərgələrə nəzər sal və sırf mənim razılığımı qazanmaq üçün sənə yemək verən, səni geyindirən kim varsa, sənin ehtiyaclarını, dünyada ikən sənin ehtiyaclarını təmin edən kim varsa, axtar tap və əlindən tut, o orada səninlə birlikdə olacaq. O gün insanlar çətində olduğu halda, sənə əl yetirən insanlar sənin yanında səninlə cənnətdə olacaq. Allah Teala burada nə demək istəyir? Hədis qüdsdə burada nə başa düşülür? Bir insan dünyada ikən hər hansı bir kasıbın, yetimin, ehtiyaclı insanların əlindən tutubsa bu dünyada, Allah da axirətdə o insana şans verəcək ki, yəni o yetimin, o kasıba şans verəcək ki, ona əl uzadan insanların sən get əlindən tut, özünlə bir yerdə cənnətə apar. Yəni biz bu müvəqqəti dünyada kimlərinsə əlindən tutub, onları dünyanın çətinliklərindən xilas etsək, axirətdə də o insanlar bizim əlimizdən tutacaq, bizi o qiyamətin dəhşətindən, çətinliyindən xilas eləyib, bizi inşallah Allahın izni ilə cənnətə aparacaq. Yenidən Peyğəmbər Əfəndimiz belə buyurur, yoxsullara tez-tez baş çəkib, onlara əlinizi uzadın.
Çünki onların müəyyən üstünlükləri olacaq, imtiyazları olacaq. Sahabələr buyurur ki, ey Allahın Rəsulu, onların üstünlükləri nələr olacaq? Allah Rəsulu belə cavab verir. Qiyamət günü onlara sizə bir öynə yemək yedirən, bir qap su verən və ya bir paltar geyindirən kimsələri axtarın, tapın, sonra da onların əllərindən tutun və birbaşa özünüzlə bir yerdə cənnətə götürün. Əlbəttə ki, burada iman şərtdir, yəni iman olmalıdır insanda. Yəni biz bu dünyada kimlərə yardım edəriksə, bu boşuna getməyəcək və mütləq olaraq, mütləq şəkildə Allahu Taala qarşılığını qiyamətdə bizlərə qat-qat verəcək.